İranla Amerika Birləşmiş Ştatları İsrail koalisiyası arasında 40 gün davam edən müharibənin ardınca atəşkəs barədə razılaşmanın əldə olunması əksər qonşu ölkələr kimi Azərbaycan tərəfindən də alqışlandı və bunun regionda davamlı sülhə zəmin yaradacağına dair ümid ifadə olundu. Bu mövqe istər Azərbaycan və İran prezidentlərinin, istərsə də iki ölkənin xarici işlər nazirlərinin atəşkəsdən dərhal sonra baş tutan telefon danışıqlarında açıq şəkildə dilə gətirildi. Lakin gözləntilərə rəğmən İranda bəlli dairələr bu fürsətdən müharibə dövründə fasilə verilmiş anti-Azərbaycan təbliğatını yenidən dirçəltmək və genişləndirmək üçün istifadə etməyə çalışırlar. Bu təbliğatda ənənəvi İsrail mövzusu ilə yanaşı Azərbaycanın xarici siyasətinin bir sıra digər məsələləri, o cümlədən Ermənistanla sülh prosesi, Zəngəzur dəhlizi kimi məsələlər də yer almaqdadır. Məsələnin diqqət çəkən bir cəhəti də odur ki, bu dəfə Azərbaycan əleyhinə böhtan kampaniyasında özünü müstəqil adlandıran, amma İranın təhlükəsizlik orqanları ilə əlaqəsi şübhə doğurmayan media və ekspertlərlə yanaşı, müharibə nəticəsində İran siyasi hakimiyyətində önə çıxan qüvvələrin təmsilçiləri də fəallıq göstərirlər. Bu baxımdan İran parlamentinin deputatı, keçmiş Xarici İşlər Naziri Mənuçehir Müttəkinin son açıqlamaları qeyd oluna bilər. Belə ki, o, aprelin 28-də İran Dövlət Televiziyasının canlı efirindəki çıxışında Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirib və iddia edib ki, güya İsrail tərəfindən İranın şimal bölgələrinə edilən hücumlarda Azərbaycanın hava məkanından və aerodromlarından istifadə olunub. Həmçinin o, İsrail təyyarələrinin yanacaqla təminatına Azərbaycanın şərait yaratdığına dair xəbərlərin olduğunu bildirib. Müttəki öz çıxışında regionda İsrailin bazasının olduğu bölgələr sırasında Bakının da adını çəkib. Bundan bir gün sonra o, Sepaha bağlı Tasnim İnformasiya Agentliyinə verdiyi geniş müsahibədə Azərbaycanla bağlı qeyd olunan iddialarını yenidən təkrarlayıb və bu zaman hərbi mütəxəssislərin rəyinə istinad edib. Müttəki həmçinin bildirib ki, İsrailin Bakıdakı səfirliyi Azərbaycana gələn İran vətəndaşlarını casusluq fəaliyyətinə cəlb etməklə məşğuldur və müharibə dövründə İranda həbs olunan casuslar məhz burada və digər qonşu ölkələrdə ələ alınmış insanlardır. Ən qəribəsi budur ki, keçmiş Xarici İşlər Naziri Azərbaycanın İsrailə köməklə bağlı haqqında səslənən iddiaların əsassızlığını sübut etməli olduğunu bəyan edib. Halbuki əksinə olmalıdır. Yəni Müttəki və Azərbaycana qarşı bu cür cəfəng ittihamlar irəli sürən digərləri ya öz iddialarına dair sübutlar ortaya qoymalı, ya da susmalıdır. Xatırladaq ki, ötən il İranla İsrail arasında 12 günlük müharibə dövründə də İsrailin İrana hücum üçün Azərbaycan ərazisindən istifadə etdiyinə dair iddialar səslənmişdi. O zaman həmin iddiaları təsdiq edən heç bir sübutun olmadığını bildirmiş İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani kimin sübutu varsa şuraya təqdim etsin deyə çağırış etmişdi. Amma belə görünür ki, Laricani cari ilin mart ayında həlak olana qədər bununla bağlı ortaya hansısa sübut qoyan şəxs tapılmamışdı. Buna baxmayaraq nə yolla olursa olsun Azərbaycanı qaralamaq hədəfini qarşıya qoyanlar bu tipli böhtanları yenidən tirajlamaqdan əl çəkmirlər. Məsələn, sırağa gün Sepahın rus dilli Telegram kanalı İranın şimal-qərbindən mümkün quru əməliyyatına şübhəli hazırlıqlar barədə məlumat yayıb. Məlumatda müharibə dövründə İranın şimalında, Ənzəli limanında, Parsabadda və Təbrizdə olan hərbi infrastruktura Azərbaycan ərazisindən istifadə olunmaqla zərbə endirildiyinə işarə edilib. Həmçinin Azərbaycanın cənub bölgəsində qüvvələrin cəmləşdirildiyi iddia olunub. Bu məlumatların hardan götürüldüyü, hansı mənbəyə əsaslandığı isə bildirilməyib. Eyni gündə İran rəsmi mediası da daxil olmaqla bir çox internet resursları güya Mossada bağlı özəl reaktiv təyyarənin Təl-Əvivdən Bakıya uçduğu barədə xəbər yayıblar. İranda anti-Azərbaycan təbliğatının əsas ideoloqlarından biri olan Əli Əkbər Raifipurun rəhbərlik etdiyi Məsaf təşkilatının informasiya orqanı bu xəbəri şərh edərək yazıb. Mossadla əlaqəli bu təyyarənin Təl-Əvivdən Bakıya hərəkəti ehtimal ki, Siyonist rejimin İran əleyhinə əməliyyatlarının koordinasiyası, məlumat ötürülməsi və ya yeni addımların hazırlanması cəhdlərinin bir hissəsidir. Azərbaycan son illərdə İranın qonşuluğunda həmin rejim üçün ən mühüm logistik və kəşfiyyat bazalarından birinə çevrilib və belə uçuşlar adətən səbəbsiz olmur. Eyni yöndə fəaliyyət göstərən Ziya Əs-Salihin saytının baş redaktoru isə bir neçə gün öncə Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri barədə geniş təhlil hazırlayıb və Bakı-Kiyev əməkdaşlığını İran üçün təhlükə kimi dəyərləndirərək yazıb. Bu yaxınlaşmanın iki strateji nəticəsi var. 1. Ukraynaya hərbi yardımların ön xətti Rusiyanın cənub sərhədlərinə doğru çəkilir. 2. İran, Ermənistan və digər regional oyunçular getdikcə Qafqazda elə bir qonşu ilə üz-üzə qalırlar ki, öz hərbi arsenalını və biliklərini birbaşa Ukrayna döyüş meydanından əldə edir. Həmin saytın nəşr etdiyi Qafqaz Üfüqü həftəliyinin 18-ci sayı isə Zəngəzur dəhlizinə həsr olunub. Nəşrdə bildirildiyinə görə, Trip layihəsi qiyafəsində meydana çıxan Zəngəzur koridoru əslində NATO'nun Turan dəhlizi olaraq bir tərəfdən İranın geosiyasi mühasirəsinə, digər tərəfdən də Rusiyanın Qafqazdakı rolunun zəiflədilməsinə xidmət edir. İddia olunur ki,
Azərbaycan hakimiyyəti də düşmənin İrana qarşı bu planlarında yer alır. İranda Anti-Azərbaycan təbliğatının ruporlarından biri olan Enerji Xətti kanalı isə öz təbirincə desək, Azərbaycan hakimiyyətini ram etmək və yerində oturtmaq üçün açıq şəkildə Azərbaycanın Xəzərdəki neft-qaz yataqlarına zərbə endirməyə, eləcə də Bakı-Tbilisi-Ceyhan və Cənub qaz kəmərlərini hədəfə almağa çağırış edib. Daha əvvəl həmin kanala geniş müsahibə verən Anti-Azərbaycan mövqeli siyasi ekspert Ehsan Movvahhidyan iddia edib ki, İsrailin Ənzəli limanına hücumu Azərbaycanın hərbi məkanından həyata keçirilib və bu inkar olunmaz bir məsələdir. Son vaxtlar İranda Azərbaycana qarşı yönəlmiş bu cür cəfəng iddialara və qondarma ekspert təhlillərinə dair nümunələrin sayını artırmaqda olar. Amma önəmli olan budur ki, atəşkəs dövründə İranda bəzi dairələr qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələri sahmana salmaq və müharibə zamanı ortaya çıxan bəzi anlaşılmazlıqları aradan qaldırmaq əvəzinə münasibətləri gərginləşdirmək və təkəbbürlü davranış yolunu seçiblər. Müharibədə qalib gəldiklərinə inanan bu qüvvələrin hansı hegemonçu düşüncə ilə yanaşdıqlarına tanınmış İran təhlilçisi və Simurq Araşdırma Mərkəzinin rəhbəri Mehdi Mütəhərniyanın sözləri misal ola bilər. Vaxtilə İran Müdafiə Nazirliyində çalışmış Mütəhərniya bu yaxınlarda verdiyi müsahibədə bəyan edib ki, müharibə bitdikdən sonra İran nəinki parçalanmayacaq. Əksinə, regionun bir çox ölkələri, o cümlədən Azərbaycan İran bayrağı altında birləşəcək. Bu isə müharibədən salamat çıxacağı təqdirdə İran rejiminin region üçün daha təhlükəli olacağını düşünməyə əsas verir.